Hamını salamlayıram. Bu video ilə sizə məlumat vermək istəyərdim ki, hansı ki bu Power Manager varı siz burada misal üçün seçirsiniz ki 30 olsun, 45 olsun, ancaq bu dəyişməsin. Ondan da başqa hansısa bir rejimi siz seçəndə, misal üçün burada elektrikdir, extenddir, intelligentdir. Bu daimi olaraq qalsın. Bunun üçün siz nə etməlisiniz? Girirsiniz enerjiyə, bax bura. İlk öncə bura daxil olursunuz, gördüyünüz kimi. Ondan sonra enerjiyə girirsiniz və burada Power Manager Memory var. Bunu aktiv eləyin, aktiv olsun sizdə. Bu göy yanmalıdır, məndəki kimi bu işarə. Onu aktiv edəndən sonra siz edilən nastroykalara, yəni bunun faizini mı deyim, azaldasınız və yaxud da ki, hansı bir rejimi seçəndə, rejimləri də qoyanda, təyin eləyəndə daha doğrusu, onlar sizdə dəyişməyəcək. Necə təyin edirsiniz, hələ də qalacaq yaddaşında.